Azərbaycan Respublikası Baş Prokurorluğu qanunvericiliyə uyğun olaraq rəsmi məlumat təqdim edib. Həmin məlumatda bildirilir ki, təqsirləndirilən şəxs Qabil Əmrahoğlu Məmmədov barəsində Azərbaycan Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən rəsmi xəbərdarlıq olunub. İqtisadiyyat az xəbər verir ki, Qabil Məmmədov şəxsiyyət vəsiqəsi ilə birlikdə 17 aprel 2025-ci il tarixində saat 10:00-da Bakı şəhər Binəqədi rayon Dərnəgül yaşayış sahəsi 21-ci Dağlı sahəsi 3105 məhəllə ünvanında Baş Prokurorluğun İstintaq İdarəsinin inzibati binasına gəlməlidir. Vurğulanıb ki, Qabil Məmmədov Cinayət Məcəlləsinin 24 maddəsi ilə təqsirləndirilir. O, 2015-2017-ci illər ərzində ayrı-ayrı şəxsləri dövlət orqanlarında işə düzəltmək və onlara pensiya və sosial müavinət veriləcəyi adı ilə 10 nəfəri aldadıb. Həmin şəxslərdən 29597 manat pul alıb. Həmçinin Qabil Məmmədov sosial media hesablarında açıq terrorçuluğa çağırışlar edib.